İkinci sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Boş xanalara uyğun ədədləri yaz, müvafiq sözün altından xətt çək. Baxaq, pomidorun kütləsi neçə kiloqramdır? Baxaq, pomidorun kütləsi 4 kiloqramdır. Burada görürük, 4 kiloqramdır. Soğanın kütləsi 3 kiloqramdır. 3 kiloqramdır. Kartofun kütləsinə baxırıq ki, 6 kiloqramdır. Sonra xiyarın kütləsi isə 5 kiloqramdır. Baxaq, pomidor xiyardan ağırdır, yoxsa yüngüldür? Baxırıq, pomidor 4 kiloqramdır, xiyar 5 kiloqramdır. Əlbəttə ki, 5 4-dən böyük olduğu üçün 5 kiloqram 4 kiloqramdan ağırdır. Pomidorun kütləsi, xiyarın kütləsi pomidorun kütləsindən ağırdır. Amma pomidorun kütləsi xiyarın kütləsindən yüngüldür. Altından xətt çək deyir, altından xətt çəkək. Aha. Sonra kartof soğandan ağırdır. Neçə kiloqram ağır olduğunu da onda qeyd edək. Pomidor xiyardan 1 kiloqram yüngüldür. Kartof 6 kiloqramdır, soğan 3 kiloqram. Kartof soğandan 3 kiloqram ağırdır. Xiyar 5 kiloqramdır, kartof 6 kiloqram. Xiyar kartofdan 1 kiloqram yüngüldür. Pomidor soğandan, pomidor 4 kiloqramdır, soğan 3 kiloqram. Pomidor soğandan 1 kiloqram ağırdır. Baxırıq ikinci məsələyə. Anar və atası tərəzidə özlərini çəkdilər. Atası anardan neçə kiloqram ağırdır? Baxırıq, anarın çəkisi 24 kiloqramdır. Atanın çəkisi 71 kiloqramdır. Atası anardan neçə kiloqram ağır deyirsə, atanın çəkisindən anarın çəkisini çıxırıq. 1-dən 4 çıxmaq olmur. 1 onluq ayırdıq. 11-dən 4 çıxanda 7-si, 6-dan 2 çıxanda qalır 4. Neçə kiloqram? Atası anardan neçə kiloqram ağırdır? 47 kiloqram ağırdır. İkinci sual. Anar və atasının birlikdə kütləsi neçə kiloqramdır? 24 kiloqram anardır, 71 kiloqram atasıdır. Bunların birlikdə çəkisini soruşursa toplayırıq. 4-ün üzərinə 1 gəlsək 5, 2-nin üzərinə 7 gələndə 9 edir. 95 kiloqram. Növbəti 3-cü tapşırığa baxaq. Şəkilə əsasən çəngəl, fincan və çay qaşıqlarının kütləsini tapaq. Baxırıq, çəngəlin kütləsi 10 qram, 20 qram. 10 qramın üzərinə 20 qram gəlsək, edir 30 qram. Çəngəl 30 qramdır. Fincan 50 qramın üzərinə 30 qram gəlirik. 50 qram üzərinə gəlirik 30 qram. Bərabərdir 80 qram. Çay qaşığının kütləsi isə baxırıq ki, 4 dənə 4 qramlıq daşdır. Vurma ilə tapa bilərik. 4-ü 4 qramı vuraq 4-ə edir 16 qram. Növbəti tapşırığımıza baxaq. Əşyaların kütlələrinin təxmin et və uyğun olaraq dairəyə al. Qələmin çəkisi nə qədər edər? 10 qram. Kitabın çəkisi 200 qram edər. Çantanın çəkisi 2 qram, yoxsa 2 kiloqram, 2 kiloqram edər. Qələmyonanın çəkisi 15 qram edər. Tərəzinin gözləri bərabərləşib eyni qutuların hər birinin kütləsini tap. Baxaq, bu qutunun kütləsinə baxırıq ki, 2 dənə 25 qramlıq daşdır, 25 qram. Üzərinə gəlirik 25 qram, üzərinə gəlirik 15 qramı.
bərabər 25'in üzerine 25 gelse 50, üzerine 15 gələndə 65 gram edir. Bu qutunun çəkisi 65 qramdır. Baxaq növbəti. Burada qutuların çəkisini tapmalıyıq. 15 qram üzərinə gəlirik 15 qram. Cəmi edir 30 qram. Və burada neçə dənə qutu var? 3 dənə. 3 dənəsi 30 qramdırsa, bir dənəsi 30'u 30 qramı bölürəm 3'ə. Edir 10 qram. 3 dənəsi 30 qramdırsa, bir dənəsi 10 qramdır. Bu da 10 qram, bu 10 qram, bu da 10 qram edir. Cəmi 30 qram. Baxaq. Baxırıq, bərabərləşib 5 dənə qutunun kütləsi 2 dənə 20 qramlıq qutunun kütləsinə bərabərdir. 20 qramın üzərinə gəlirik. 20 qram edir 40 qram. Bir dənəsinin çəkisini tapmaq üçün 40'ı bölürük 5'ə. Edir 8 qram. Demək ki, bir qutu 8 qramdır. 8, bu da 8 qram edir. Baxaq növbəti tapşırığa. Şəkilə əsasən hər meyvənin kütləsini tap. Baxırıq, gilasın kütləsini tapırıq. 2 dənəsini, biz bir dənəsini tapmalıyıq. 2 dənəsi görək neçə qramdır? 10 qram, 4 qram, 4 qramlıq qutular verib bizə. 10 qram, üzərinə gəlir 4 qram, üzərinə gəlir 4 qram. Cəmi edir 18 qram. 2 dənəsi 18 qram edərsə, bir dənəsi neçə qram edəcək? 18'i bölürük 2'yə. Edir 9 qram. Bir dənəsi 9 qramdır. Baxaq. Gilasın bir dənəsi 9 qramdır, düzdürmü? Bunun hansı meyvə olduğunu tam aydın seçə bilmədim. Almaya oxşuyur. Bir dənə almanın kütləsi 5 dənə gilasın kütləsinə bərabərdir. Baxaq. Bir dənə gilas neçə qram idi? 9 qram. 5 dənəsi neçə qram edir? 5'i vururuq 9'a. Edir 45 qram. Bir dənə alma 5 dənə gilasın çəkisinə bərabərdirsə, bax bu 45 qramdır. Demək ki, almanın çəkisi 45 qram imiş. Bir dənə almanın çəkisi 45 qram imiş. Baxaq burada qırmızı alma kimi düşünsək bunu. 2 dənə qırmızı alma 45 qram, üzərinə gəlirik 45 qram. Cəmi edəcək 90 qram. Bir dənə yaşıl almanın kütləsi 90 qrama bərabərdir. Baxırıq 7-ci tapşırığa. 1 kiloqram almanın qiyməti 2 manatdır. Alıcı bir neçə kiloqram alma alıb 12 manat pul ödədi. O neçə kiloqram almalıdır? Baxın, 1 kiloqramı 2 manatdır. Alıcı bir neçə kiloqram alma alıb 12 manat ödəyibdir. 1 kiloqramı 2 manatdırsa, neçə kiloqram alma alıb ki 12 manat ödəyib? 12'ni bölürük 2'yə. Edir 6. Demək ki, alıcı 6 kiloqram alma almış. Baxın, 6'nı 2'yə vursaq, 1 kiloqramı 2 manatdırsa, 6 kiloqram 6'nı 2'yə vursaq edir 12 manat. Baxırıq 8-ci məsələyə. Boş qələm qabının kütləsi 45 qram, hər qələmin kütləsi isə 10 qramdır. İçində 5 belə qələm olan qələm qabının kütləsi nə qədər olar? Baxın, boş qələm qabının özünün kütləsi 45 qramdır. Hər qələmin kütləsi 10 qramdır. Hər qələmin kütləsi 10 qramdır. O deməkdir ki, yəni bir dənə qələmin kütləsi 10 qramdır. İçində 5 belə qələm olan qələm qabının kütləsi nə qədər olar? Bir dənə qələmin kütləsi 10 qramdırsa, düşünürük ki, 5 dənə qələmin kütləsi neçə qram olar? 5'i vururuq 10'a. Edir 50 qram. 5 dənə qələmin kütləsi 50 qram edir. Və üzərinə də gəlirik qələm qabının kütləsini 45 qramı. Cəmi 95 qram edəcək. İzahlarımız bu qədər əziz